Yəni bu adam diplom almaq xatirinə oxuyur. Diplom nədir yəni? Ona toxunacağıq. Bu nədir? Buna deməli biz indi təhsil sisteminin, təhsil siyasətindən danışdıq. Məsələnin digər tərəfi də artıq cəmiyyətin psixologiyasıdır. Deməli bizdə insanlar yalnız belə yanaşır ki, təhsilə uşağıma mütləq diplom verməliyəm. Bilik verməliyəm, yox ha, diplom. Diplom vermək və bilik vermək bir-birinə zərrə qədər belə aidiyyəti olmayan tamam fərqli şeylərdir. Diplom sadəcə bir kağız parçasıdır, bilik isə bilikdir. Deməli bizimkilərin məqsədi, məsələn mən rayonlarda yas yerində, toyda filanda olanda bəzən söhbətlər qulağıma çatır, oradan buradan eşidir. Qızıma diplom vermişəm, qızıma diplom vermişəm. Axırda məlum olur ki, hardansa bir təhər diplom var. Yəni qızını hardasa işə düzəltsin. Elçi gələndə bahalı adama ərə verə bilsin. Diplomu var qızımın. Belə, və yaxud oğludursa, bir bəlkə vəzifəyə zada dövlət idarəsində keçir də bir təhər nətərsə. Bütün məsələ bunun başındadır. Yəni bizim valideynlər uşaqlarının bilik əldə etməsinə çalışmır, diplom əldə etməsinə çalışır. Ona görə baxın, bazarda tələbat olmayan peşələrə 100 minlərlə insan, məsələn, hüquq, hamı hüquqa vermək istəyir, yaxşı oxuyanlar. Ay qardaş, bu ölkədə hüquq, əmək bazarında hüquqşünasa tutaq ki, 500 nəfərə ehtiyac var da, 50 min nəfərə ehtiyac yoxdur. Bu diplomlu hüquqşünas ordusu harada işləyəcək, hardan alacaq bu işi? Eləcə də digər sahələr var ki, ehtiyac olmadan dərd düşüb. Yəni bu. Deməli, beləliklə, birincisi uşaqları bir çox hallarda valideynlər yönəldir. Orada da nə həddən yönəldir? Falan peşə daha pulludur. Orada rüşvət almaq imkanı var, orada nə bilim çox maaş almaq imkanı var. Ancaq bunu düşünürlər. Elmi fəaliyyət, yaradıcılıq bu şeylər keçmir. Strateji də düşünmürlər. Məsələn ki, bu peşə 5 ildən sonra lazım olmayacaq. 10 ildən sonra lazım olmayacaq. Valideynin özünü biliyor olmalıdır ki, başa düşək ki, tendensiyalar hara gedir, dünyada təhsil proqramları hara gedir, elm, texnologiya nəyi dəyişir. Yəni, sadəcə uşağı bir təhər 150-201 balla instituta qəbul edib, bir təhəri sürünə diplomu alsın, sonra da kiməsə xahiş minnət nə tərsə keçirsin, bir yerə işə düzəltsin. Belə anlayışla nə təhsil olur, nə mütəxəssis olur, nə ölkə inkişaf edir, nə iqtisadiyyat inkişaf edir. Bax, bu bizim valideynlərin ən böyük problemidir. Bu tərəfi. İkinci bir tərəf nədir? Dünya ölkələrində ümumi rəqəm 60%-dir. Yəni, orta məktəb məzunlarının peşə təhsilinə yönəlməsi faizi. Yəni, orta məktəb bitirənlərin 60% peşə təhsilinə yönəlir, minimum. Orada indi digər kollec filan bəsməkən təxminən 15% ali təhsilə yönəlir, ölkələrdən fərqli olaraq. Bizdə də bu rəqəm çox yüksək. Bizdə hamı peşə məktəbi tamamilə sıradan çıxarılıb qoyub qıraqam, bizdə 4%-dir. 4-ə çatmır, mən 1.8 idi, 7 idi, nə idi? 4%-ə çatmır peşə təhsilinə yönəlir. Əksinə, peşə təhsilində ehtiyac var bugün bazarda. Bugün 2 milyon diplomlu ortada adam var, əmək bazarında bunların 300 mininə ehtiyac var. Amma peşələr var, mütəxəssislər var ki, belə şeylər var ki, şirkətlər filanlar. Peşəkar usta axtarır, peşəkar kadr axtarır, yəni o təhsili olan adam tapa bilmir. Elə avtomobil ustaları var ki, məsələn, pul qazanmaqla yanaşırlarsa valideynlər. Elə avtomobil ustaları var ki, ayda 10 min, 20 min, 50 min manat pul qazananlar var. Yaxşı, sən uşağını 300 manat, 500 manat maaş alacaq bir işə, gözünü çıxardıb 5 il ora-bura göndərsən, axırda da yəni bu hansı maraqdır məntiqdə? Sən məqsədin odur ki, uşaq gələcəkdə daha yaxşı pul qazanır. Peşəyə niyə maraq? Hamı oturub ofisdə belə müdir olmalıdır və yaxud ofis işçisi olmalıdır. Yəni peşəyə bizdə maraq yoxdur. Ona görə də nədir? Deməli, bütün ustalar işini bilmir, çünki nəzəri təhsili yoxdur. Usta da fizikanı bilmir, orada gedən prosesləri bilmir, cərəyan şiddətini bilmir, nəyə bilmir. Elə texniki öyrənib ki, bunu tutub bura bağlayırsan, bunu burursan. Bu usta deyil, usta başqa şeydir, bunun elmi tərəfini bilmir. Peşə təhsilində bütün bu müasir dövrün trendləri, peşələr öyrədilməlidir. Əl işlərindən tutmuş, texniki sahələrə qədər, kompüter təmirinə qədər. Hamısı peşə məktəblərində öyrədilməlidir. Peşə məktəbi bizdə nüfuzdan salınıb, tamamilə kənara atılıb, belə heç mənasında. Ona görə dövlət bunu gücləndirməlidir. Nə etməlidir? Birincisi, bir dənə qanun çıxarılmalıdır. Peşə təhsili olmayan şəxslərin usta filan, nə bilim, işləmək qadağan olunmalıdır, konkret şəkildə. Rəsmi qadağan olunmalıdır. Sən bu sahədə heç bir təhsilin yoxsa, nə tər işləyə bilərsən də? Sən orta məktəbi qutarıbsan, nə tərsən mənim avtomobilin motorunu təmin edə bilərsən ki? Sən nə başa düşürsən, motordan proseslər gedir, orada gərginlik nə olur, orada təzyiq nə olur? Sən hardan bilirsən bunu? Baxmaqla bunu belə bağlayırlar, o standart deyil, o vəziyyətlərə uyğundur. Yəni, bunun təhsilini almalıdırlar. Belə olanda peşə təhsilinin hörməti qalxacaq. İnsanlar görəcək ki, təhsili olmayanı götürmürlər işə, onda gedib peşə məktəbi oxuyacaq.
Və peşə məktəbində də bu dərslər formal yox, düzgün keçirilməlidir. Düzgün keçirilməlidir, o praktik keçirilməlidir. Məsələn, zavodlarda bir çox mütəxəssislər var, qaynaqçıdan tutmuş hamısına. Yəni bunları aparıb zavodda praktikada öyrətmək lazımdır, ən azı 5 gün. Çünki bu dəzgah belə remont olunur, bu belə qaynaq olunur, bu belə qurulur, bu konstruksiya belə qurulur. Bunları öyrədib praktikada keçib diplom verəndən sonra bunu o zavodlarda, o sexlərdə, o yerlərdə işə götürməlidirlər. Hətta dərzilikdən tutmuş bərbərə qədər hamısının sənədi olmalıdır. Bütün dünyada belədir. Avropada da belədir, Rusiyada da belədir, Amerikada da belədir, Çində də belədir, hər yerdə belədir bizdən başqa. Yəni bu yanaşma belə olmasa, bizdə bu dəb qırılmayacaq. Hamı istəyəcək ki, pul gücünə, nə bilim, nə gücünə bir təhər uşaqlarını ali təhsil olsun. Burada oxuda bilmir, göndərir xaricdə ayda nə bilim 2000, 3000, 5000 belə ödənişi olan şeylər var. Universitetlər var. Orada bir təhər sürünə o yarımçıq oxuyur, oxumur, heç o universitetin vecinə döyür, pulunu alıb şeydir də, diplomunu verir. Yəni bu yanaşma bizi tənəzzülə aparır təhsilimizi konkret.